Salam, sabahınız xeyir olsun. 8 Mart 2026-cı il tarixi həftənin son istirahət günü olan 7-ci bazar günüdür. Ramazan ayının 18-ci günüdür. Ramazan ayının 18-ci gündə də niyyət eləyib oruç tutanların hər birinin niyyətlərinin, oruclarının qəbul olunmasını arzulayıram. 8 Mart günündə kimlər işləri arxasıca gedib, kimlər evində işləri ilə məşğul olur. Hər birinə can sağlığı, iş avatlığı və hər birimizə bugün bol ruzi, bərəkət, uğurlar arzulayıram. Bununla yanaşı 8 Mart günündə təhsilləri ilə məşğul olan məktəblərə, o cümlədən orta ixtisas, ali məktəb tələbələrinə can sağlığı, zehin açıqlığı, iş avatlığı arzulayıram. Qarşılarına qoyduqları məqsədlərə, arzularına çatmalarını arzulayıram. Bütün demək Azərbaycan Respublikası üçün, eləcə də bütün dünya üçün demək əhəmiyyətli, faydalı kadrlar kimi yetişmələrini arzulayıram. 8 Mart günündə kimlərin dünyasını dəyişənləri var, rəhmətə gedənləri var. Hamısına Allahdan rəhmət diləyirəm, səbir diləyirəm. 8 Mart günündə kimlərin xəstələri var, Allahdan şəfa diləyirəm. Bütün qazilərimizə can sağlığı, Allahdan şəfa diləyirəm. Bununla yanaşı 8 Mart günündə bütün şəhid ailələrini, qazi ailələrini salamlayıram. 8 Mart günündə kimlər ad gününü, şad gününü qeyd edir, hər birini bu münasibətlə təbrik edirəm. 8 Mart günündə də tarixi günlər vardır. 8 Mart eramızdan əvvəl 480-ci ildə Yəhudilər Babil əsarətindən qurtulmasından sonra arzu edənlərin Qüdsəyə qayıdılmasına icazə verildiyi gündür. 8 Mart həm də 1010-cu ildə Əbülqasim Firdovsinin Şahnamə əsərini qurtardığı gündür. Bununla yanaşı 8 Mart 1911-ci ildən Beynəlxalq Qadınlar Günü kimi qeyd edilməyə başladığı gündür. Bütün xanımları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edirəm. Hər birinə can sağlıqlı, uzun ömür arzulayıram. Hər birlərinə arzularına çatmalarını arzulayıram. O cümlədən bütün şəhidlərimizin, qazilərimizin analarını, bacılarını və bütün əziz doğmalarını olan xanımları bu münasibətlə təbrik edirəm. Dünyasını dəyişən, istər şəhid olaraq, istər xəstə olaraq və digər səbəbdən dəyişən bütün dünya xanımlarının demək Allahdan rəhmət diləyirəm və cənnətdəki 8 Mart günləri mübarək olsun deyirəm. Bununla yanaşı 8 Mart 1942-ci ildə 2-ci Dünya müharibəsi deməli Hollandiya Yava adasında Yaponlara təslim olduğu gündür. Bununla yanaşı 8 Mart 1952-ci ildə Filadelfiyada ilk süni ürək əməliyyatı keçirildiyi gündür. 8 Mart 1957-ci ildə isə Misir Süveyş kanalını ikinci dəfə yenidən açdığı gündür. Bununla yanaşı 8 Mart 1974-cü ildə isə Parisin Charles de Gaulle hava limanının açılışı olduğu gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.